Dədə balası, dünyanın möcüzələrindən biri, Azərbaycanın ən gözəl məkanlarından biri Astaradayam. Astaranın Maşkan kəndindəyəm. Baxın, Astaradan Lənkərana gedən magistral yoldur və bu magistral yolun kənarında sizə bir dənə belə torpaq təqdim edirəm. Ümumi sahəsi 14 sotdur, təsəvvür edin dostlar. Deməli 48 metrə enidir. Görürsünüz, indi hal-hazırda icarəyə verilib. Ama yani satılır. Satılır. Dört taraftan hasara alınıp 300 maşın təsəvvür edin, 300 kamaz bura torpaq tökülüb və bura yolla bərabərə gətirilib, yoldan da hündürləşdirilib bir balaca. Təsəvvür edin, 300 maşın. Zarafat deyil. İki dənə burada obyekt var. Biri bərbərxana kimi fəaliyyət göstərir. Biri də ofis kimi fəaliyyət göstərir. İndi qaldı sizin ümidinizə necə istifadə edirsiniz bu torpağı. Torpaq satılır. Bir daha qeyd edirəm, 48 metrə enidir. Qarşısında da parking üçün kifayət qədər ərazi var ki, istəyərsən burada bir dənə böyük obyekt tikərsən, nə bilim, şadlıq evi tikərsən, nə istəyirsən elədir. İndi qaldı sənin ümidinə. Düz yolun kənarıdır. Ümumi qiymət 100.000 manat deyilir bu əmlak üçün. 100.000 manata bu əmlakı əldə edə bilərsiniz. Bütün sənədləri qaydasındadır, çıxarışlı torpaqdır. Telefon nömrəmiz 050 321 45 02. Əlaqə saxla, bu obyekt sənin olsun. Dədə balası, bir dənə dağlara bax. Ya bu dağların gözəlliyinə bax. Gör nə gözəl yerdir bura. Bura, 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 bura. Bəh, bəh, bəh.